Müğənni Sevda Yahyayeva bağ evindən yeni görüntülər paylaşıb. Sənətçi bayram tətilini qızları ilə birlikdə bağda keçirdiyini bildirib. Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün 2 qız evladı var. Ayda sən hara gedirsən belə ayaq yalın? Hani sənin ayaqqabıların? Sonca sənin ayaqlarını yandıracaq. Bax geyin də damaşniklar bu da. Bax damaşniklarım buradadır. Yok. İstemiyorum. Ben istemiyorum. Niyə? İstemiyorum. İstidir. Hara gedirsən indi sən?